Salam əziz 6-cı siniflər. Ümumi tarixdən KSG-ni artıq məktəbdə yazmısınız. Ola bilsin ki, bu KSG qabağınıza çıxıb. Çalışacağım ki, bu KSG-nin üstündə sizə ətraflı izah edeyim. Keçək birinci suala. Bəşər cəmiyyəti hansı inkişaf mərhələlərindən keçib? Bu boşluğa yazmalısınız. İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm. Yəni burada quldarlıq olmalı idi. Qədim insanların ilk məşğuliyyətini göstərin. Baxın, burada sizə bir ipucu verilir. İlk məşğuliyyətini. Təbii ki, nə olacaq? Yığıcılıq və ovçuluq. Üçüncü sual. Eyni dildə danışan, ümumi adət-ənənəyə malik bir neçə qəbilənin birləşməsi artıq burada da sizə ipucu verdi. Bir neçə qəbilə birləşib tayfanı yaradırdı. Keçək dördüncü sualın izahına. Heyvanların əhliləşdirilməsinə başlandı. Ox və kaman kəşf olundu. Maldarlıq və əkinçilik yarandı. Üçü də bir dövrə aiddir. Baxın, burada ipucu qoyub da dövrü seçin. Təbii ki, mezolit dövründə. Uşaqlar, ibtidai icma quruluşunda necə öyrənməlisiniz? Burada bir şey iki dəfə yarana bilməz. Əgər əkinçilik və maldarlıq mezolitdə yaranıbsa, növbəti dövrdə inkişaf edə bilər. Yəni, növbəti dövrdə də yarana bilməz. Və, belə deyək, mövcud ola bilər. Bax, mövcud sözünü saxlayın, ipucu kimi testlərdə eləyin. Hicri və miladi təqvimi hansı hadisələrlə bağlıdır? Miladi təqvimi İsa Peyğəmbərin anadan olması ilə, Hicri təqvim isə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi tarixi ilə başlayır. Keçək 6-cı sualın izahına. Daha əvvəl olmuşdur. Toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi. Təbii ki, Tunc dövründə. İbtidai əkinçiliyin yaranması. Mezolit. Əkinçilik və maldarlıq bir-birindən ayrıldı, müstəqil sahəyə çevrildi Tunc dövründə. İnsanlar odu süni yolla əldə etməyi öyrəndi Orta Paleolitdə. İndi düşünün, hansı daha əvvəl, daha tez olar? Təbii ki, D variantı. Növbəti suala keçək, 7-ci suala. Yanlış variantı seçin, yəni səhv variantı seçin. Tarixdə ən qədim yazılı mənbə bəli, 4-cü minilliyin ikinci yarısına aiddir. Yazıları öyrənən elm epiqrafiya adlanır. Hicrət miladi təqvimi ilə 722 yox, 622-ci ildə olub. Yunanlar üçün tarix Olimpiya oyunlarının başlamasından hesablanır, bəli. Demək, yanlış variant C variantı olacaq. Daş dövrlərinin açıqlamasını yazın. Paleolit, qədim daş dövrü, mezolit, orta daş dövrü, neolit, yeni daş dövrü, eneolit isə mis daş dövrü olacaq. 9-cu sualı izah eləyim. 9-cu sualda siz insan tiplərini tapmalısınız. Deyir ki, bu insanlar yeriyən zaman qabağa əyilirdilər, uzun qolları dizlərindən aşağı düşürdü, alınları dar idi və s. Danışa bilmir, qırıq-qırıq səslər çıxardırdılar. Bu aiddir bacarıqlı insana, yəni homo habilis. Belə deyək də, özünüz də bilirsiniz ki, ingilis dilində ability nə deməkdir? Onunla əlaqələndirib yadda saxlayın. Bu insanın beyni bacarıqlı insanın beynindən 2 dəfə böyük idi. Düz qamətli idi və danışıq qabiliyyətinə malik idi. Homo sapiens. Keçək 10-cu sualın izahına. Xronoloji ardıcıllığı müəyyən edin. Toxuculuq və dulusçuluğun yaranması. Neolit. Ox və kamanın ixtirası. Mezolit. Qəbilənin yaranması. Paleolit, üst paleolit. Cəmiyyətdə bərabərsizliyin yaranması, yəni varlı və kasıbın yaranması. Tunc. İnsanların metalla ilk tanışdığı eneolit. Cavab necə başlayacaq? 3, 2, 1, 4, 5. Keçək növbəti sualın izahına. 11-ci sual. Uyğunluğu müəyyən edin.
Paleolit dövrü qədim daş dövrüdür. Qəbilə icması paleolit dövründə yaranıb. A. İctimai emək bölgüləri tunc dövründə olub. B. Ana xaqanlığı mövcud idi paleolit dövründə. Eradan əvvəl 12-ci minilliyə qədər davam edib paleolit dövrü. Toxa əkinçiliyini xış əkinçiliyi əvəz edib tunc dövründə. 12-ci suala keçək. 12-ci sual tunc dövrü ilə bağlıdır əslində. Tunc dövrünə aid. Tunc dövründə toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi, bəli. Tunc insanlar tərəfindən 3000 il istifadə olunur, bəli. Tunc dövründə qadın əməyi ön plana keçdi, səhvdir. Toxa əkinçiliyi ön plana keçdi, səhvdir. İnsanlar ox və kamanı kəşf etdilər, səhvdir. Cavab olacaq 3, 5, 6. Yanlışları seçin. Keçirik 13-cü suala. Təxminən 100 min il əvvəl yer üzərində buzlaşma başladı. Buzlaşma dövründə Neandertal insanlar yarandı və bu insanlar süni yolla od əldə etməyi öyrənib buzlaşma dövründə yaşaya bildilər. Söhbət orta paleolitdən gedir. 14-cü sual Venn diaqramıdır. Mezolit və neoliti müqayisə etməliyik. Baxın uşaqlar, A variantına bir şey 2 dəfə yarana bilməz. Maldarlıq mezolitdə yaranıb. Toxuculuq və duluzçuluq kimi sənət sahələri bəli, neolitdə yaranıb. Heyvanların əhilləşdirilməsinə mezolitdə başlanılıb. Amma hər iki dövrdə də əmək alətləri daşdan hazırlanırdı. Yəni D variantı oxşar cəhət olacaq. 15-ci suala keçək. Dövlətin əlamətlərini siz artıq 5-ci sinifdən bilirsiniz. Paytaxt, ordu, xəzinə, hökmdar, ərazi. Bunlar dövlətin əlamətləridir. İndi isə keçək B variantının izahına. Maddi mənbələr əsasında, baxın, maddi mənbələr əsasında insanların həyatını öyrənən elm sahəsi təbii ki, arxeologiya. İbtidai icma quruluşu hansı dövrlərə bölünür? Daş, tunc, dəmir. Əmək alətlərinin hazırlandığı materiala görə. Boşluğu doldurun. Qədim dövr. İbtidai icma və quldarlıq qədim dövrü əhatə edir, bəli. Kapitalizm həm yeni, həm müasir dövrdə var. Orta əsrlərdə isə mövcud olub feodalizm dövrü. Buradakı boşluğa feodalizm və orta əsrlər yazmalı idiniz. 4-cü sual. Yeni daş dövrü adlanır. Təbii ki, nə olacaq? Neolit. New sözündən yadda saxlaya bilərsiniz. 5-ci sual. Təkrar sualdır. O bir variantda da var idi. Miladi İsa Peyğəmbərin doğum günü ilə, Hicri isə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçü ilə bağlıdır. 6-cı sual. Biz bu boşluqlarda insan tipinin adını tapmalıyıq. Bu insanların əsas üstünlüyü əvvəlcədən düşünməklərində, planlı fəaliyyət göstərməklərində idi. Onlar puskudan və xəndəkdən istifadə edirdilər. Təbii ki, burada cavab Homo sapiens, yəni ağıllı insan olacaq. Keçək 7-ci sualın izahına. Düzgün olmayan variantları seçin. Yəni səhv variantları seçin. Uşaqlar, bilirsiniz ki, 1 cüb 25 ilə bərabərdir. 1 əsr 100 ilə. Yəni bir əsrdə 4 dənə 25 var. Bir əsrdə 4 rüb var. 1493 14-də yox, 15-ci əsrə aiddir. Yerdə mövcud olan canlıların ən cavanı insandır, bəli. 4-dəki səhv nədir? Avropa yox, Afrika bəşəriyyətin beşiyi adlanır. 8-ci sual. Qəbiləyə aid xüsusiyyətləri seçin. Qəbilə üst paleolitdə yaranıb. Qəbilə ilk insan kollektivi deyil, o ulu icmadır. Qəbilədə qadınların nüfuzu yüksək idi, bəli. Bu dövr ata xaqanlığı yox, ana xaqanlığı adlanır. 9-cu sual. Odu qoruyub saxlamaq, vəhşi heyvanlardan qorunmaq və qida əldə etmək üçün insanlar körtəpir şəkildə birləşmişdilər. Beləliklə tarixdə ilk insan kollektivi olan ulu icma yaranmışdı. 10-cu sual.
Uyğunluğu müəyyən edin. Süni yolla od əldə olunması orta paleolit. Neandertal adam orta paleolit. Ağıllı insan üst paleolit. Qəbilənin yaranması da üst paleolit. 11-ci sual, boşluğu tapmalıyıq. Deyir ki, tayfa başçıları, ağsaqqallar, kahinlər varlandıqca cəmiyyətdə nə yarandı? Bərabərsizlik və yaxud təbəqələşmə və yaxud varlı və kasıblar. Bir yaşayış məskənində yaşayan bir neçə qohum qəbilə birləşib nə yaradırdı? Tayfanı. 12-ci sual. Neolit dövrünə aid olanları müəyyən edin. Dulusçuluq, toxuculuq, dəri işləmə kimi sahələr yarandı, düzdür. Ox və kaman mezolitdə kəşf olunub. Məhsulu biçmək üçün oraqdan istifadə olunurdu, düzdür. Əkinçilik və maldarlıq ayrı-ayrı əmək sahələrinə bölündü Tunc dövründə. Cavab 1 və 3 olacaq. 13-cü suala baxaq. Qədim daş dövrünün hansı mərhələsinə aiddir? Bu məlumatlar. Təxminən 100 min il əvvəl yer üzərində buzlaşma başladı. Buzlaşma dövründə Neandertal insanlar süni yolla od əldə edib yaşamağı öyrəndilər. Təbii ki, cavab orta paleolit olacaq. 14-cü sual. Tunc dövrünə aid fikirləri tapın. Toxa əkinçiliyi yarandı? Yox. Ana xaqanlığı ata xaqanlığı ilə əvəz olundu? Bəli. Toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi? Bəli. İqlimdə mülayimləşmə başladı? Xeyr. Artıq istiləşmə biz deyirik ki, mezolit dövründə başlayır. Əmək sahələri bir-birindən ayrıldı? Bəli. 2, 4, 6. 15-ci sualda çox sadə sualdır. Digər variantda var idi. Dövlətin əlamətləri, hökmdar, paytaxt, xəzinə, ordu, ərazi. Uşaqlar, ümid eləyirəm ki, bu KSQ-nin izahı sizin üçün yararlı oldu. Çalışacağım ki, hər KSQ sonrası izahları paylaşım. Ola bilsin ki, əvvəlcə başqa testlərdə sizə paylaşım. Sizdən bir xahişim var ki, bu videonu dostlarınızla paylaşasınız. Daha çox insanın görməsi üçün mənə dəstək olasınız. Növbəti videolarda görüşərik.